Buyurun. Turan müəllim. Allah rahmet eylesin. Ruhları şad olsun. Allah uzun ömürler versin. Allah cəm şəhidlərimizə ruhumuza Amin. Başlarımız tərəfindən, Tahir Məmmədov tərəfindən bu fəxri diplom sizə tərtib olunur. Allah köməyiniz olsun. Bir dənə də zəhmət olması xatirə şəkil çəkdir. Hörmətli şəhidlər, hörmətli tədbir iştirakçıları, bugün mənim üçün burada çıxış eləmək həm kədərlidir, həm qürurludur. Kədərlidir ona görə ki, mən öz şagirdimlə bitirmişəm. Yəni, heç bir müəllimə belə şey arzulamıyorum, çox çəkdir. Amma qürurlu ona görə ki, mən öz şagirdimlə birlikdə bu vətən müharibəsində iştirak edəcəm. Heydər vətən müharibəsində ən ağır bir vəzifəni icra edir. Çünki onun vəzifəsi xüsusi təyinatlı qüvvələrdə xidmət etmək, gizir kimi və orada ən ağır vəzifələrdən birində istəkəmci olur. Çünki onlar o cığırları açmasın, onlar o yolları minadan təmizləməsin, ordunun orada iştirakçılarını çox çəkir. Yəni bu məsuliyyətli, həm də çox çətin vəzifə Heydərin çiğnir. Yəni xüsusi təyinatlı qüvvələr üzərində. Bu danılmaz bir fakt. Yəni Azərbaycan ordusunun Qarabağ zəfərində, qalibiyyətli qələbəsində bilavasitə xüsusi təyinatların qüvvələri var. Yəni Heydər qüvvələri, kəndimizin fəxri bu döyüşlərdə qəhrəmancasına iştirak edir. Öz əməli ilə, öz sözünü Heydərlə ayın 30'unda görüşdük. Gospitaalda görüşdük onunla. Gospitaalda sadece olarak Gospitaalda travma almıştı. Yanında bir defa tutmuştu. Travma almıştı. Buna bakmayaraq o sonradan bize məlum oldu ki, o döyüşlərə davam etdirmək üçün könüllü olarak aildən qayıtmış və Şuşaya qədər zəfər çalmamıza iştirak etmişdir. Səfər müəllim dedi, bu döyüşlərdə həm də xüsusi təyinatlı qüvvələrin Murad Mirzəyevin 50 yaşı tamam olur. Doğrudan da bizim rayonumuzun bütövlükdə Azərbaycanımızın fəxridir. Onun boyun 50 yaş yaşasaydı 50 yaşdan olurdu. Biz də istəyərdik ki, onu belə deyək, yəqin ki, bugün general rütbəsində təbrik edəydik onu. Amma cismani olsa da biz onu itirsək də mənəvi olaraq həmişə düşünmemiz lazım. Ümumiyyətlə, aprel döyüşləri haqqında danışanda onu deyə bilərəm ki, aprel döyüşləri Azərbaycan xalqına qələbə müjdəsi verdi. Biz o döyüşlərdən sonra bildik ki, yəni Azərbaycana inam yarandı ki, bu qələbəyə gedən yoldur. Sonra iyul döyüşləri və sonra vətən müharibəsimiz. Mənim üçün də həm şərəflidir, həm qürurludur bu müharibədə iştirak etmişəm. Azərbaycan torpaqlarının azad olunmasında. Yəni biz onu göstərdik ki, müəllim istənilən qələmi silahını dəyişər. Biz onu sübut edirik və bir zabit olaraq fəxr və qürur duyuram ki, bu qələbəni biz Səngərdə qeyd edirik. Bu qələbəni biz orada yaşayırıq. Və bu tək Azərbaycan ordusu deyəndə, Azərbaycan ordusu yox, sizlərin, yəni arxa cəbhənin, bütünlükdə Azərbaycan xalqının qələbəsidir. Və prezidentimizin dediyi kimi, dəmir yumruq olaraq biz birləşdik və bu qalibiyyətə əldə eləmiş oluruq. Ona görə də bu qürur hissini biz bu gün yaşayırıq. Yəni Azərbaycan tarixi olaraq bugünkü gün baxdıqda Azərbaycan xalqı o dövlətlərdəndir ki, öz torpaqlarıyla bütün tərəfdən sərhəddir. Yəni kiçilə-kiçilə gəlmişdir. Amma biz bu vətən müharibəsində itirdiyimiz 20% torpaqları başda Ali Başkomandan olaraq qaytardıq və bugün o şəhidlərimiz belə deyək, ruhları şəhiddir. Bugün həm də 31 Mart Dünya Azərbaycan soyqırımı göstərir.
Yəni Azərbaycan dövləti üçün, Azərbaycanımız üçün bugünkü günlər 31 Mart ümumiyyətlə 31 bu təqdim olaraq çox ağır bir gündür. Bu cürünə qəbul etmişik. Amma biz tarixdən ibrət götürməliyik. Biz tarixdən, əgər biz tarixə qiymət verməsək, əgər biz tariximizi öyrənməsək, o xalq o tarixi yenidən yaşayır. Ona görə də biz tariximizi öyrənməliyik, tarixdən ibrət götürməliyik. Və bu erməniyə qarşı hər vəclə, hər yerdə, hər an o öz belə deyək, təbliğatımızı eləməliyik ki, yəni bunlar heç də necə deyil, məğlub olurlar, amma onlar sakit olmuyorlar. Ona görə biz hər dəfə bu şeylərə danışanda, hər dəfə bu mövzuya qaydanda biz qəbul edirik, sülh müqaviləsi, inşallah ki, sülh müqaviləsi imzalanacaq. Yəni tarix belə deyək də, 100 illik müharibələr olur, İngiltərə ilə Fransa arasında. 100 illik müharibələr sonu sülhlə bitir. Bu günlər həmin dövlətlər bir əlaqələri var, bütün istiqamət. Bizdə də olacaq yəni. Amma biz bugün o tariximizdən o şeyləri unutmamalıyıq və unutmayacağıq. Başta bugünkü şəhidimiz Heydər olmaq, bütün Azərbaycan azadlığı uğrunda canından keçən bütün şəxsləri, bütün qardaşlarımızı, bacılarımızı minnətlə anırıq, Allahdan rəhmət diləyirik. Şəhid valideynlər qarşısında baş əyləyirik. Allah onlara səbir versin. Qazilərimizə Allah acil şəfalar versin. Bu torpaq uğrunda, bu müharibədə iştirak edən və yaxud arxa cəbhədə oluşan bütün qardaş və bacılarımıza Allah yardımcı olsun diyor. Sağ olun, diqqətinizə görə minnətlər. Şəhadətin mübarək. Bugün hem ağlayır, hem gülür. Bu sevinci, bu kədəri bir bölür. Bu dərdlərlə bir yaşayır, bir ölür. Şəhid balam, Heydər balam, şəhadətin mübarək. Nər igilim, şəhid adım mübarək. Sən ən şərəfli, ən ləyaqətli anasan. Belə bir